Gündə 3 dəfə doğrusu məşq olub. Respublikadan sonra təzə məşqçi gəlib, o da proqram hər şey yazıb bizə deyib. İslam oyunlarına qədər 2 dənə yarışımız var. Birinci yarış Bolqarıstanda keçiriləcək, ancaq ora bir komanda gedəcək. Mən getməyəcəm Bolqariya yarışına, mən İpək yolun Azərbaycan Bakıda keçirilən turnirdə vuruşacam. Özüm ciddi hazırlaşıram, yəni bilirəm ki, Azərbaycanda keçiriləcək. Yəni ki, o birisi yarışlar kimi deyil, burada hamı səni tanıyan adamlarsa burada baxacaqlar. İdmançı səfir olduğuma çox xoş oldu. Yəni ki, çox böyük məsuliyyətdir. Çalışacağam ki, bu məsuliyyəti hiss edeyim. Yəni ki, axıracan da ki, aparım.